Deyir ki, salihlərdən birisi, müminin duasını baxın nəyə bənzədir. Mümin dənizin ortasında taxtaya sarılıb Allaha yalvaran bir nəfər kimidir. Dayanmadan deyir, ya Rəbb, ya Rəbb, ümid edir ki, Rəbb onu xilas edəcək. Həyatın boyu belə olmalısan dualarda. Yəni, mümin daim ümidlə, səmimi və aciz halda Allaha yönəlməlidir. Baxın, nə deyir salihlərdən birisi? Deyir ki, belə bir rivayət çatdı ki, bir müsəlman qulu Rəbbinə dua edər, amma cavab dərhal gəlməzsə, ona buna görə baxmayaraq, yenə Allah təala nədir? Savab yazar. Yəni, dua etmək özü ibadətdir və savab gətirir. Qəbulu geciksə belə. Baxın, deyir ki, alimlərdən birisi İbn-i Cavzi, gördüyüm qəribə imtihanlardan biri də odur ki, mömin dua edir, amma cavab görmür. O duasını təkrar edir, zaman uzanır, amma yenə cavabın əlamətini görmür. Belə bir halda insan bilməlidir ki, bu da bir imtihandır və səbir tələb edir. Yəni, cavab geciksə də ümidini itirmədən səbir etmək lazımdır, duaya davamlı olmaq lazımdır.